Bismillah. Bu günləri Cəhalət Mühəndisliğinə Qələbənin 242-ci bölümündəyik və gedirik ki, Türk dünyasının yaratdığı dil və yazı uyğarlıqlarının bir əsərin, daha bir əsərin görək. Buradan bu 241 cələsə keçmiş cələsədə 400-dən çox əski neçə yüz il bundan öncə yazılmış əl yazma, çapı yox, daş çapı yox, türk dilində yazılan təxəssüsi kitablarla müxtəlif sahələrdə tanış olduq. Dünənləri özəlliklə bir kitabla tanış olduq ki, hududən saymışam, yazmışam, amma əgər tapa bilsəm 70 ya 80 dənə şeyi var idi. Miniaturu. O tür bir kitabla tanış olduq dünənləri. Amma indi onu tapa bilsək hansıydı? Kağızların burada düşdü yerə, qatışdılar bir-birinə. Ona görə indi mən biraz şeyə qalmışam ki, hansısıdır? Bax, əlimdə qoymuşam ki, getmişəm dünyanı axtarıram. Yartaz, dərkuzə və ma girdi cahan miگردیم. Adı Mətal-ı Səadət və Yenab-ı Səadət. Yəni bu iki addandır. Bunda Mətal-ı Səadət çox yazılmışdı. 990-cı ildə yazılıbdı və Sultan Muradxan Sultan Səlimin oğlu, Sultan Süleymanın nəvəsi Sultan Muradxan dövründə və onun əmri ilə bu kitab yazılıbdır. Mövzusu bəlkə xoşumuza gəlməyə, amma bizim xoşumuz gəlmək önəmli deyil. Önəmli budur ki, o bir mühüm kitabdır. Bir əsrdə o çox şey hesab olunmuş. Amma gedək bugünkü kitablara görək ki, bugünkü kitablardan ki, öncədən indirmişik, onlardan hansısı bu günləri bizim şansımıza çıxacaq ki, biz onu oxumağa çalışaq. Çünki savadımız yetişmir, çoxlu kitabların özəlliklə əl yazıları oxumağa savad istəyir və mütəəssifanə mənim savadım bunların bir çoxuna yetişmir. Dedik ki, hara gəlmişdik, buradaydıq. Dünənləri Nucum və Fal-ı Türki xətti bəsyar ali deyə oxuduq. Ronaq-ı Əlbustan. Bu Əlbustan nə deməkdir? Əvvəl bu kitabın bir kağızına baxaq, görək ki, kağız vəziyyətdəki saxlayırlar. Necə bir copyrighti da yoxdur. Ehtimalı çoxdur ki, bu danışqahla məmulən yazır ki, copyrighti yoxdur. Bəli, copyrighti yoxdur. Və kitabın 42 vərəqi var. Yəni, 42 vərəqdən ibarətdir. Və yəni 84 səhifə hesab olar. 179 milimetr, yəni 17 yarım, 18 deyək, 18 santimetr boyudur və 10 santimetr yarım da eynidir bu kitabın yazıldığına görə. Kitablarda hər səhifədə də 20 ilə 23 sətr arasında yazılıb. Yəni, bəllidir ki, standart bir şeydə yazılmayıbdır.
Kitabın cildini görürük. Osmanlı dövründə suyun üstündə nəqqaşı çəkilən nəqqaşilərdən var bunun üstündə. Kitabın dövrələri, xüsusən vəraq tərəfi olan, nəinki Şirazi tərəfi, vəraq tərəflər olan çox sədəmə görübdür. Cildin içinə baxırıq, pis deyil, rəngini əgər çıxsaq kənara. Kitabın içində 4 dana, o birisi səhifəsində, yəni 4 dana möhür görürük. Qeydib bunlara baxarıq, görürük nədir. Və kitab başlanır 5-ci səhifədən. 5-ci dedim, əlbəttə bu cür olacaq deyə yox. 1, 2, 3, 4, 5-ci səhifədir, bəli. Bismillahirrahmanirrahim ilə başlanır və kitabın yazısı. Yazı 1, 2, 3 dənə çərçivənin su çəkilibdir. Buna biz ilm əhsalanlar su deyirik. Su çəkilibdir. Ondan sonra içi də rəhlənibdir. Yazı onun içində qalıbdır. Və Bismillah özünün bir çərçivəsi var və onun da üstündə 2 dənə Osmanlı mərhələsində nəqqaşlıq çəkməyiblər. Çox sadə bir iş görüblər. Bu kitab dedik ki 91 səhifə burada yazıblar. Biz gedək görək ki, o birisi səhifələrə gedəndə 1 ilə 2 o cürsə qalin bir çərçivəsi vardı. Ondan sonra keçəndən sonra bir dənə qırmızı çərçivə ilə yazılıbdır. Bəzi kəlmələr də qırmızı yazılıbdır. Bəzi sözlərində başının üstündə qırmızı xətt çəkiblər ki, onu da üstünə təkid eləmək anlamına gəlir ki, bu çox önəmlidir. Kitabın burada bəzi yerdə hər halda çox işlənibdir, bunu görürük və bəzi yerdə də sudan zaddan tökülübdür, çaydan zaddan tökülübdür. O da bəllidir. Burada məsələn elə bir su tökülübdür ya məsələn kömürlə yazılmışmış. Yazılar qatışıb bir-birinə və aşağıda da çoxlu yazılar görürük ki, qırmızı xətt ilə də bəzisinin üstünə xətt çəkilibdir. Davam edirəm mən bunları. Xətt bir dəyişilir. Nəzərimə gəlir ki, xətt biraz həmin adam yazır, amma qələmin ucu dəyişilir. Beləsi desəm daha yaxşıdır. Bir-iki yerdə də görürəm ki, qıraqda bir yazılar var. Bunun oxuması biraz bəlkə çətin olacaqdır. İlləti budur ki, sətirlər bir-birinə çox yaxın və rəh dağınıqdır. Kəlmələr də bir-birinin qarnına giriblər. O qədər şeydir ki, bu görürük ki, ya bu birisi səhifənin, ya da o burada arxadakı səhifənin yazıların əksi bu səhifədə məsələn görsənir. Bu qədər rəhlər dağınıqdır. Amma şey deyil, yəni çox da pis kitab, yəni pis də salxılanılmayıbdır. Bəzi kitablara görmüşük, çox aradan gedibdir. Məsələn, burada yenə də üst bölüm görürük ki, su tökülüb, ya hər nə tökülüb, kamilən rəhlər qatışıb bir-birinə davam edir. Burada Həsən-i Nəmənədir. Həsən Nəmənə qutarıbdır. Yəni birinci kitab burada qutarıbdır. 61-ci səhifədə birinci kitab qutarıbdır. Bir dənə boş, 2 dənə boş, 3, 4, 5, 6. Burada bir dənə səhifə ilə üzbəyiz ki, ehtimalən bu üzdə, bəli. Bu üzdə yazılıb, amma düşübdür arxa tərəfə. Belə görülür ki, kitabın içi kamilən bir zaman su çəkmişmiş. Yəni biraz çox sarı yerlər burada burada mütəvəccüh olmuş. Buradan diqqət eləməmişdim. Kamilən su çəkibdir. Bu görünür, bəli. Bunda şək yoxdur ki, bu su çəkmişmiş. O ikinci kitabdakı başladı. Çox qısa bir kitab oldu. Buradan başlayır və qısa, kadrı da yoxdur. Bunun dövrəsinə qabzat da salmayıblar. Sərnamə belə bir şey deyə kəlmələri bir-birlərindən ayrılıblar. Cümlələri, paragrafları bir-birindən o qırmızı rənginlə yazılan sərnamədir, nədir, beləsi deyə yazılıbdır. O da qurtarır, o da bir, yəni 10 səhifədən azdır belə görünən, yəni qeysəm dalıya
Bu 1, 2, 3, 4, 5. 5 səhifədə o da qurtarır və sonra cavab namə. Burada da bir şey yazıblar ki, bir tane də ədəd mühasibə eləyiblər. 1, 2, 3, 4. 4 səhifədən sonra keçir bir yerə və tazaşdan bir ayrı xətt ilə davaya bənzir. Bu qismətlər, bu bölümlər davaya bənzirlər. Bəli, dava olacaqdır. O bir səhifələrə də baxıram. Bu da 3-4 səhifədən sonra qurtarır. Tazaşdan bir ayrısı başlanır. Yenə də o da tərkibi müşk sabun. Bu da sabun ehtimalən nə cür düzələr onu burada öyrədir ki, bu yaxşıdır. Bunu adam başına bu sabunlar ki, burada Amerika, Kanadada da belə bəzi sabunlar var. Adam əlinə, bədəninə vuranda dərisi qupquru olur. Bu günlərdə ittifaqən mən o cür bir sabuna rast gəldim bir yerdə və əllərim qurudu. Sonra da nə qədər elədim, yumşalmır. Çox pisdir. Bədənə zərərlidir başlanıya. Yəni sabun deyə bizə satırlar və bizlər də alırıq bunları istifadə eləmək üçün, amma zərərlidir. Kitabın sonuna gəldik. Kitabın sonunda da görürsünüz cildi də bu şəkildədir və qeydaq əvvəldən görək bu kitabda bizim üçün nələr vardı, onları oxuyaq. Princeton şeyin gördük. Burada bir tarix elə bir yazıbdır bu. Görək nə yazıb. 1600-lərdə deyir bu yazılıbdır. Yəni 1600-lərdə yazılsa 1601'i əslən işarə edibdir. The text one copied in Athens in 1900'da. Bu bir şey olubdur. Ehtimalən hicrətdə 1900'da ki olur 1600 ya 1601. Tamam. Ehtimalən 1900'da bu yazılıbdır. O tapılan kopi, orijin. Burada bir şey yazıbdır. Ben bunu biraz geçəldim, oxuya bilim. Görüm ki, bu İngiliscədə nə yazıb? Buraya yazıbdır ki foliation written by a later hand is incorrect. Tamam, bir nəfər orada bir şey yazıb, deyir bu düz deyil ki, onu da yazır səhifələrin 30 və 33, 36, 37, 42. 42 blankdir, yəni yazılmayıbdır. Text one copied in Athens in 1900, ehtimalən hicridir. Author is from Ədirnə. Türkiyədə Ədirnə, İstanbul şeymiş, oradan şey olubdur. Tamam. Ədirnədə 1000. Bəs bunu da deyək ki, yazı Ədirnə və 1900. Tamam. Gedək görək ki, kitabın içində nələr vardı. Səfəsinə bir baxaq. Burada cildin içində bir yazılar yazılıbdır. Əgər bunu oxuya bilsək, kitabı çevirməliyik. Biraz bir neçə dəfə çevirəcəyik ta kitab düz görsənsin. Burada nə yazıb oxuyamıram. Islamic MMS 3rd Series 700 Kos 733 nömrə 733 bunlar da ədəddirlər. Bəli, bilmirəm şey nə deməkdir. O səhifəni keçdik. Bu birisi səhifəyə gəlirik. Möhürlərə bir baxaq görək ki, möhürlər əcəba oxunurlar. Həsən Həsəndir, nəminədir, o oxunur. 4 dənə möhür elə onuncudur. Mahir Divan Kaşi. Əlbəttə bir silinibdir bu yazıları. Hizmətinə Əhli Hurneg Bustan Nəqlən İnayət Əfəndi fi şəhri Ədirnə Dəxi Allahu ruhunə. Hizmətimə Əhli Hurneg Bustan
نقل ان inayet efendi. İnayət əfəndidən ehtimalən nöqlə ən, yəni ondan gəlib bu adamın əlinə fi şəhri Ədirnə dax Allah ruhahu, indi fərrəhə ehtimalən olacaqdır. Fərrəhə Allah ruhahu. Bunun adını görürük. Burada bir şeylər də yazmışmışlar. Bir çalışıblar bu möhürü silələr. Belə nəzərə gəlir ki, ya da su geçib kamilən. Bir dənə gözəl xətti ilə burada bir mahir nəmənə yazılmışmış, üstündə də yazılmışmış. Bunlar da silinib gedibdir. Hər halda keçək Bismillahirrahmanirrahim. Burada Ədirnəsini gördük və bu möhrün savabında gördük. Gedək burada görək ki, səhifələri dəyişdirirəm. Əzinki çəkəm biz büzdük. Bismillahirrahmanirrahim. Hamd bی پایان و شکری فراوان خالق زمین و آسمان و رازق اینس و جان حضرتینه کی خاک پاک گزیده چار عناصر و تحلی آدمی آندن و تحلی acaba bu təhhül oxunacaq yoxsa bir ayrı bir şey oldu. Adəmi andan zahir edib nəxl Adəmi. ehtimalən bunu nəxl oxuyacağam. İnsu can həzrətinə ki xak pak güzidə-i çar عناصر və nəxl Adəmi andan zahir edib furuən ənbiya-i kibar və hər birinin meyvə-i hikmət bişimar ilə bərbar eylədi. Bərbar eylədi, yəni səmərə yetirdi. Beyt. Ümid-i ünsü can sultan aləm, cahan mərdumi و can əsər. Nə deməkdir, baş tapmadım. Ümid-i ünsü can sultan aləm, cahani مردمی یا مردلی یا جان اثر. نصر. حضرت رسول ثقلین و یکدانه دو کونین قلوبی داره میوه gibi قلوبی دانه میوه gibi. پس یکدانه دو کونین قلوب دانه میوه gibi سبب اصل نهاد آدم و باعث بنیاد gülzar aləm eyləyib yerə gətdü. Furuindən vücuda gətirdi kövni gibi afaqi münəvvər qılındıqdan sonra zuhur buldu. Müqəddəm ikən fərzəndi müfəxxəm olub, fərzəndi müfəxxəm olub Əbulbəşər müəxxər ana پدر mükerrem oldu. Ana pederi mükerrem oldu. Beyt. Oldu dane tekim mühri temellük əslinə səbəb. Oldu dane nitekim mühri temellük əslinə səbəb. Yenə ol əslün furuindən olur ana zuhur. Sübhi evveli روشن eden mehri alem tabnaç, mehri alemi tabiçin, alem tabünün sübhi evveli روشن eden mehri alem tabünün sübhüden sonra tulu ile ve perver ifaki nur. Beyt. Ana mənidə ata. ehtimalən ya anadır ya atadır. Çünki nöqtəsi şey deyil. Ana mənidə ana anda, yəni ona. Ana mənidə zahira fərzənd ol. Çün ol şəhi yenə səadətmənd məğfirət buldu. Gördü. Çox mürrə adam olduqda çox səmərə məğfirət buldu. Gördü çox səmərə adam olduqda maili şəcərə
Adəm olduqda mail şəcərə yox ikən, gülşən-i cəhanidə əsər, gülşən-i cəhanidə əsər, bağ-ı vəhdət kili gedib, ol sərvər, gəldi o sərvər. Qət edib kəndü əlayiqdən, heç kəsilməzdi vəsl xaliqdən. Gülşəni gün bağıban oldur, gülşəni gün bağıban oldur, ol axəri qərəz həman oldur. Əvvəlü axəri qərəz həman oldur. Olmaz idi, olmayaydı əgər, olmaz idi, olmayaydı əgər. Yer gök, ərş-ü fərş-ü şəms-ü qəmər. Bu məzahir anın üçün etdi zuhur, cümle aləm ziya durur, ol nur. Buradan əlbəttə oradan ki beyti demişdi, fikir edirəm ki mən qələt oxudum, şeirdir bu. Beyt. Ana mə'nidə zahira o farzənd oldu, farzənd olçun ola şiyənə saadətmənd. Oldu tün ol şah yenə saadətmənd. Məğfirət buldu gördü çox səmərə ya sümərə. Adəm olduqda maili şəcərə. Yox ikən gülşən cəhanda əsər, bağ-ı vəhdət kilidi ol sərvər. Qət edib kəndi əlayiqdən, heç kəsilməzdi vəsl xaliqdən. Gülşəni gün bağıban oldu, gülşəni gülə ehtimalən bağıban oldur. Əvvəl axər qərəz həman oldur. Olmaz idi, olmayaydı əgər. Yerü gögü, ərş-ü fərş-ü şəms-ü qəmər. Bu məzahir anın üçün etdi zuhur, cümlə aləm ziya durur, ol nur. Allahümme salli ala Muhammedin və səlləm aleyhi və ala cəmiyel ənbiyai və murselin və ala alihi və ashabihi əcməin və tabiinə ləhum ilə yevmiddin. Bunları qəşəng yazıbdır. Və bə'd, bu əbd fəqir inayət xacənin deməğə. Aha, burada indi demək deyil. Bu nə mən olacaqdır? İnayət, bu əbd fəqir inayət xacənin. İhtimalən inayət xacənin zəmqə. Əgər buranı oxuya bilsəm bu kəlməni çox gözəl. Bu əbd fəqir inayət xacənin rəfəqəhullahu teala lima yərza. Vəffəqəhullah olacaqdır pəs. Vəffəqəhullahu teala lima yərza. Bir mucibi xəbəri xeyrül bəşər hübbül vətən minəl iman. Pəs bər mucib olacaqdır. Bər mucibi xəbəri xeyrül bəşər Həzrət Muhammed hübbül vətən minəl iman. Az ruyi cinani canan natavanindən zayil olmayıb lacerəm bağ bustanə dərya hin gülüstanə mail olub. Bir məqam rəfi'i şanidə təməkkün və məkan məni alar kanda təvəttün niyyət edib. Təvəttün niyyət. Bir dənə yerdə vətən niyyəti eləyib ki, oruç zat tuta bilər, namazını düz qıla bilər. Deyib ki,
Bir də burasını oxusaq. خیر bir موجبی خبری خیر بشر حب الوطن من الایمان آرزوی جنان ناتوانیدن زایل olmayıp لاجرم باغ بوستانه دریا هین gülüstane باغ بلوستانه‌dür ya heyni gülüstane mail olup bir məqam-ı rəfi-ü şə'nidə təməkkün və məkan-ı məni'ül ərkanidə təvəttün-i niyyət edib manənd darüssalam ol məqam-ı səadət əncam ətrafında neçə روزه دلگشا و باغچه پرصفایی dört divarın ile ilmege azimet edip باغچه پرصفایی dört divarın dört divarın ilmine azimet edip burada ilməgə bəlkə ola ya da çünki elm deyir. Əlbəttə bunun xətt çəkiblər, düşüb üstünə gəlib bu tərəfdən yazıbdır. İlməgə əzimət edib eylə olsa بلدی طیبه عالی نهاد ادرنه محمیه alti التي لم يخلق مثلها في البلاد Edirne'nin burada adını getirdi ki orada qalıbdır. Eyləməyə əzimət edib dört divarın bağçı pursəfayı dört divarın ilməyə ya da əzimət edib eylə olsa bələdiyyə təyyibə-i ali nəhad ədirni محمیه التي لم يخلق مثلها في البلاد گر بنده به اون الله الملک المعین مثال خلد برین بر جای گزین و گزیده روی زمین bulup خاکی پاکیnden خار و خاشاکی yolup yerin gülü reyahin sümbülü nesteren ve eşcar mive-i güzin ile tezyin edip anda kararı ve temkin ihtiyar eyledim ol gülzar ruhi راکتر معموری ruhi raftərdir, rafizdir, nə mənədir? Bunu oxuya bilmirəm. Mə'muri cənnət əsa diyu namdar oldu və fərdi yar. Hala bu Ədirnə o zaman şeydir, İstanbul gəlməyib. Yəni 1500 olmayıb, ondan çox qabaqdır. Yəni 900-dən qabaqdır. 900-lərdə deyir. Ehtimalə 900 məsələn 50-də şayət də hətta ya şayət də məsələn 920, 900-ün özündə məsələn bu zamanlarda çünki ondan sonra Ədirnədən gedir İstanbula paytaxt. Cənnət asa diyu namdar oldu və əfrədi yarədə lətafəti fərdi ya parədə lətafət ilə iştihar buldu. Ol ruzi cennet behcet tamir olunur iken kütübi felahiyede felaha əkinçilikdir. İken kütübi felahede tahrir olunan əqval-i
حکمایی اتباع ve ehli tecərrürdən istima eylədim. İhtimalən təcrübədən olacaqdı, amma burada bir tane daha ayrı bir şey vardı. Təcrübələrdən və əhli təcrübələrdən istima eylədim. Kər əqdu uqulu mücərrəb mənqul dilədiyimdə ki əqdu uqulu mücərrəb mənqul dilədiyimcə yerqət ora qəfət cəm olunub. Oraqına dilədiyimcə bir qət oraqına cəm olunub. Bir risali dilguşa və yarani səfaya töhfeyi ziba ola ki bu səbəb ilə təzyin basanin və tərtib reyahin basanin و ترتیب ریاحین sipərindən nəstərəi xatir cüzin və təfrihi qəlbi həzin olduqca bu əbdi miskini yad edib rizvan rəhman və ruzi rizvan müyəssər ola diyu lütfülərindən dua ihsan edələr. Pəs eylə olsa rüb məskuniyə nüşv nüma bulub hərəkət və sükun üzrə olan əşya dörd ünsürdə mürəkkəb olmağın xar fəsli ruzgar karkün bu risali daxi fusuli ərbəə və bir tətimmə və xatimə üzərə mürəttəb olub itmam və ronaq Elbustan və bu nam buldu. Kitabın adı Elbustan'dır. Üstə yazıb bostan amma o deyil. Ronaqul Bustan. Bəs beləsi. Kitabın da adı ilə Ronaqul Bustan. İtmam və Ronaqul Bustan diye nam buldu. Kitabın adı Ronaqul Bustan. Bostan deyil, Bustan yazıbdır. Fəsl əvvəl əsl bəyanındadır. Fəsl sani əşcar diləmən bəyanındadır. Dikmənin bəyanındadır. Bu kitab dedik əkinçilik haqqındadır. Calibdir. Mövzu kitab əkinçilikdir. Çox güzel. Bunu da yazdıq bura ki bizə qalsın. Kitabın adını yazdıq. Konusu da üstə dedi əkinçilikdir, fəllahiyyədir. Onu bildik. Fəsl əvvəl əsl bəyanındadır. Fəsl sani əşcar dikilmənin bəyanındadır. Fəsl salis qət və vəsl bəyanındadır. Ağaçları bir-birinə calamaq. Calamaq peyvənd. Peyvənd. Qət və vəsl bəyanındadır. Fəsl rabi əmraz və əlac bəyanındadır. Fəsl xamis bustan və riyahin bəyanındadır. Fəsl sadis xatimə meyvədir. Missi və hifzi bəyanındadır. Meyvə dürməsi və hifzi bəyanı gətirməsi kimi meyvə dürməsi, durması həman. Meyvə dürməsi və hifzi bəyanındadır. Fəsl əvvəl buradan başlayır. Əsl xaç bəyanındadır. Toprağı xaç. Bu daxi iki əslidir. Özü iki yerə bölünür. Əsl əvvəl əsnafın bildirir. Zəmin kim tin Adəm ondandır. Tin Adəm həman tən Adəm torpaq. Dəstəli T ilə yazılanda torpaq anlamındadır. Burada da o dəstəli T ilə yazılıbdır. Əsnafın bildirir. Yəni fəsl əvvəl əsnafın bildirir. Zəmin kim tin Adəm ondandır.
اشرفی عناصر ve esrefi megahirdir. Ya mezahirdir. Esref israf olunan. Esrefi mezahirdir. Şeytan le'in aleyhi ma müstehakkidir. Nədir belə yazıbdır? Ma müstehak olacaq, bəli. Ma müstehak muhik olmayıb hafrubin olmağın əfzəliyyəti xaç paçi dərraç edəməyib nari sulunan çicibi zabandrazı laf edib. Laf haman laf sözüdür. Laf yazılıb burada. Və əsrəfi məzahirdir. Şeytan leyin aleyhi ma müstəhəq olmayıb. Yəni bu torpaqdan yaranmağa mühiq olmayıbdır, haqq qazanmayıbdır. Xudbin olmağının əfzəliyyəti, özün xudbin, indi farsda xudmehvər, özün görmək, özündən sonra heç kəsi görmür. Xudbin olmağın əfzəliyyəti xaç paçi dərraç edəməyib. Bu cəhətdən elə bilməyib ki, toprağın əfzəliyyətin, üstünlüğün idraç eləyən. Nari solunan ki cibi zəban dirazlıq, nari solunan, solmaq, od ki sönür ha, ona deyir, solmaq. Bizdə vardır, məsələn, gül pəjmurda farsda deyirlər, bizdə solmaq deyirik. Yəni o ömrünün sonuna gələrkən, od yavaş-yavaş istir sönə, ona. Nar soluna ki cibi zəban dirazlıq edib, bipaç ənə xeyrun minhu dedi. Quranda zahirən belə bir ayədə gəlibdir ki, şeytan deyir, ənə xeyrun minhu, mən ondan yaxçıyam. Canibi xeyridən tərəfi şərrə yüz tutub, hərrə bidolət və mərkəbi bar lənət oldu. Hirrə əlbəttə yazıb. Hirrə yəni ehtimalən azad, baş açıq, başı boş. Hirrə-i bidolət və mərkəbi bar lənət oldu. Mərkəb yəni bir heyvan. Heyvan için yük. Yükü nədir? Mərkəb o şey ki minillər. Deyir, ona nə oldu? Lənət yükü çatılır. Bir heyvandır ki, ona lənət yükü çatılır. Əshab fitnət və ərbab bəsirət qətində roşəndir ki, ateşdən təraz əcinnə əfzəldir. Ateşdən turar əcinnə əfzəldir. Zira ərzün dilində rəyi xeyr var. Xeyr kitabın biraz yerləri vaqəən oxuya bilmirəm. Qələmin üzündəndir əlbəttə, şeydə deyil, yəni. Verüyi tərcüm görünür. Zira ərzün dilində rəyi xeyr tərcüm görünür. O kəlməni əslində heç də bənzədə bilmirəm. Dəruy və ruy. Dürü. Xeyr, dürü. Bilmirəm nəyə bənzədim. Farsı, yəni zehnim, fars dili mənim türk dili oxumağa çox mane idi. Qoymur ki, bunu türk dilində oxuduğumuz zehnimizə gəlsin. Çünki ömrümüzü farsa xərcləmişik təəssüflə. Tərcüm görünür və xərab mühtəmildir. Bir yaşayan olunser rıza gösterer. Enva-i ni'emi ata eder. Ateş kalbi bar tekebbür ile teessübden
şirkes bir dilsuz ve can gürazdır. Gerin ve demsaz olin ancezub cefa eder. Ateş. Orada biraz toprağa istirdi desinlerdi. İndi burada gəlir deyir oda görə danışır, ateşe görə. Ateş qəlbi baridi təkəbbür ilə təəssübdən şayət şər şərkəsi bir dilsuz و cancürazdır. Bəlkə nöqtələr şey olubdur. Mən də nöqtəsiz oxuyuram, ona görə beləsi olur. Gərin və dəmsaz olin əncəzüb cəfa edər. Xaç torpağa cinə getdi. Əsl təmkini əminlər eyl. Hər nə qosə hifz edib. Aha, indi burada qərini ilə eləyə bildik ki, məniləri anlaşaq. Xaç əsl təmkin əminlər il rahil hər nə qosə hifz edib əmanət eylər. Toprakta deyir belə bir hadisət vardı. Hər nə qoysan ona əmindir, onu saxlar. Nar pur hava alınsa gərni tələf nar pur hava alınsa gərkini tələf və milak edib və həlak edib əhanət eylər. Bu ikisini bir-birindən hey tutuşdurur, sifətlərin, fərqlərini göstərir. Nar pür hava alınsa gərni, bu nə demən oxuyor? Kərəni tələf və həlak edib, kərəni nəm deməkdir? Yəni bilmirəm ki, əhanət eylər. Turab miskini nuqabi hər meyvəyi pak eder. Üyubi setarıdır. Setarıdır, səttar deməkdir. Yəni örtür, eybiləri örtər. Nar ki kari kəşfi əsrar. Torpağın da işinə odun işinədir. Narın kari. Narki oxudum bunu. Narın kari, o kaf n oxunacaq. Bəlkə bir neçə yerdə də bunu iştibah oxudum, elə buna görə. Narın kari kəşf əsrar və eybi izharıdır. Odun da işi budur ki, əsrarı kəşf elər və eybiləri göstərər. Və asari və ənari külli gül və zümbül və hasili nar dudi bisud və samuri kəlimdir. Yenə də burada yazır ki, və asar külli gül و sümbül و hasili nar dudi bisud و samuri kəlimdir. Şəni xaç qayiqi olmağın ya faiq olmağın münbət yəni göyərtici. Şəni xaç qayiq olmağın münbəti nəxli basıq adəmi mükərrəm olmasına layiq. Adam da ondan yaranıbdır toprağı. Oldu. Təfzil xaç təfəzzül üçündür. Bu qədər işarət əhli əqli kifayət edə. Məqsud əsl اوصاف xaç dəcildir. Əsnafidir. Pəs zəmin nə qədər təsdür nədir qismidir və nə qədər
qismidir və behter qism əşcar bina tatidən nə bitirməyə qabildir ani məlum edinib ana görə əməl eyləmək lazımdır ta ki hər qism bi avnillahi teala hər karidə xəta olmayıb nəf'i küll müşahidə olunə. Əsl əvvəl xakin halin bildirər. Əvvəla bilin ki xaç iki qismidir. Biri sağı və biri qumlə. Ehtimalən bu sağı sani bəlkə olsun, bilmirəm. Satınan və o birisi nun kimi görsənir, amma bilmirəm o sani. Biri safi, ehtimalən belə olsun. Biri safi və biri qumlə məxlutudur. Biri safi, yəni xalis, bəli, safi. Əsl əvvəl xaçın haləti bildirər. Ya halın bildirər. Əvvəla bilünə ki, xaç iki qismidir. Biri safi və biri qum ilə məxlutudur. Və hər biri ikişər qismidir. Hər biri özü iki yerə bölünər. Safi toprağın birisi bərk olur və gəlisi və kəpər topraqdırlar. Kəpər topraq derlər. Bizdə kəpir fikir edirəm, bunu yazır, kəpir. Pəs nə mənə bir də bunu qeysək oxusaq. Və hər biri ikişər qismidir. Safi toprağın birisi bərk olur. Və gəlisi ya o birisi, yəni gəlisi və kəpir topraqdırlar. Və birisi daxı yumşaq olur. Ət topraq derlər. Ət torpaq düzdür, su qırmızı torpaqdır normalda. Züyüldür, ayaq qoyursan züyüldür. Onu ehtimalən ona görə yumuşaq olur. Pəs bir də və birisi daxı yumuşaq olur. Ət topraq derlər. Məxluti daxı iki qismidir. Qatışsa iki qism olacaqdır. Məxlut daxı iki qismidirlər. Yenən qumi qalibdir. Birinin qumi ehtimalən olacaqdır. Birinin qumi qalibdir. Ana təbər derlər. Toprağın adı ana. Bu indi necə təpər ya təbər derlər. Belə bir şey yazıbdır. Derlər və birinin toprağı qalidir. Ana qumsal derlər. Ana təbər derlər və birinin toprağı qalidir. Ana qumsal derlər. Bu dörd qismidən mütəbər qismi əxiridir. Və sair üç qismi üçün zibil ilə əlac tədbir olunmaq lazımdır. Zibil yəni onlara bir şey qatmaq. Zibil özü qoyun zibili gedək soruşaq. İstirdim mən zehnimə gələn deyim, amma zehnimə gələndən zibil. Yox, burada gedək burada. Zibil nə demək və kaç anlamı var? Zibil. Zebil ya zibil واژه‌ای است که بسته به زبان لهجه چه فارسی yazdı و بافت کاربرد چند معنی متفاوت داره. به طور خلاصه معنی اصلی و رایج ترکیه آذربایجان و ترکیه محافره زیبیل سطل زباله آشغالدان زیبیلدان ظرف یا جایی که زباله در آن ریخته می شود. زیبیلی توشیه آت
ترشیجه ترشیه اشیاء زباله سطل بنداز. معنی کنایه، چیز بی ارزش، به درد نخور، مزخرف. برای تحقیر یا بی‌اهمیتی شدن چیزی به kar میاد. Bu nədir? Zibildir. Qoy yazım ki, Türkçe yaz. Türkçe yaz lütfen. Əlbəttə Türkçe açıqlama. Zibil, zibil. Zebil, zibil. Sözü kullanıldığı yerə görə birdən çox anlam daşır. Əsli və ən çox işlənən anlamı zibil, çöp qab, çöplük, sətli zubalə. Zibildan, çöplərin atıldığı qab. Gündəlik konuşma, zibili bura at. Zibil dolub. Kinaya, bidəyir, anlam və dəyər. Bidəyər, işə yaramaz şey. Tamam, insan üçün işlədilən anlam tohinamiz. İşə yaramaz, biməsuliyyət, xərab insan. Bu işləniş ədəbi ya rəsmi deyil, ağız sözü sayılır. Sözün kökü, ərəbi, zubalə, zubalət sözündən gəlib. Anlamı çöp, artıq, qalıq, fuzulat. Bu fuzulat mənisi gəlir. Mən istəyirdim bunu orada deyəm ki, fuzulat. Oradan biraz ədəbi danışıb adam. Tamam, gedək bura. Bu 4 qismdən mötəbər qisməti əxiridir və sair 3 qismi üçün zibil ilə əlacı tədbir olunmaq lazımdır. Onlara gərək heyvan indi biraz gərək mən açıq danışım. Poxu deyək da. Heyvan poxu tökülər, qatışlar, zirzibili. Tökülər, qatışdırırlar, o torpaq düzələr. Elə bu da özü zibil deyib, calibdir, istəməyib o mən dediyim kəlməni işlədə. Zibil ilə əlacı tədbir olunmaq lazımdır ta ki tərbiyə ilə qilzəti tərbiyə olacaqdır. Tərbiyə ilə qilzəti zail olub murad olunan nəsneyi bütürünə ki qabil ola qumsaldan alçaq at topraqdır. Qumsaldan alçaq aşağı yəni. Alçaq uca alçaq. Uca alçaq. Qumsaldan alçaq yəni ondan aşağı topraqdır. Bu torpaqdır. Andan alçaq qəbirdirandan alçaq. Bu nə mənədir? Qübərdir. Qübər nə deməkdir onu bilmirəm. Bu da torpaqdır da, hətmən bir yerdə oxuyubdu. Üstə dedi əlbəttə, amma mən yenə orada da anlamadım nədir. Bir də oxusaq üstdən. Qilzəti zail olub murad olunan nəsnəyi bütürür. Nə ki qabil ola qumsaldan alçaq ət toprağıdır. Andan alçaq qəbədir. Andan alçaq kəpirdir. Zəmlə verəndə. Bu nə deməkdir? Sənər dərində, səndürdətə. Ət toprağı həman əfazillən olur. Əfazillən olur. Amma ol iki qismidir. Zilsüz qüvvət ənvat məhalidir. Qutsal dahi 4 qismidir. Qumsal dahi 4 qismidir. Biri qərə qumsalıdır. Bunun hər nə əkilə qabil olur. Meyvəsi ləziz və rəngin və şükufə və hər əkin nəfis olur. Xüsusən üzümün qabı
yufqə, üzümün qabı yufqə və danəsi ərəb و abdar və çəkirdəyi. Burada yəni görürsünüz çoxlu adlar falanlar yazıbdı. Ona görə baş tapmıram. Yəni həm xəttində müşkülüm var, həm də təxəssüsü bir addır da. Yəni gördüyünüz kimi bu əkinçilik haqqında bir kitabdır. Çox da cəlibdir əlbəttə. Qabi yufqə, yufqə yəni çox nazik. Qabi yufqə, danəsi əri, iri. Danəsi iri və abdar və çəkirdəyi az və hürdə olub. Kəndisi payidar olur. Onun və türşisi öncü avənci. Nə mənə deməkdir avənc bilmirəm ki, avənc oxunacaq, nə oxuyacaq, getdim farsiyə bunu. Onun və türşi və dökər və salur. Qumsalda kezalikə, lakin ondan alçaqdır bağça və cümlə əşcar və meyvəyə və bostana nafi'dir. Lakin iken olmaz. Seyrek olur. Burada bir şey də burada, çəkib aparıb burada yazıbdır. Tamam. Burada bir 7 kimi qoyub iki kəlmənin arasında çəkib aparıb. Deyir ki, bostan nafi'dir, lakin iken çətin olmaz. Ya çəti olmaz, seyrək olur. Çox olmaz, ehtimalən çoxdur. Çox olmaz, seyrək olur. Beləsi düz gəldi. Amma tanlur tufa olur. Bu nə deməkdir? Oxuya bilmirəm. Tatlu. Amma tatlı və tufa olur. Tufa nə deməkdir? Tatlını tətlu dedik ya, tamam bunu öyrəndik. Amma tufa nə deməkdir? Ya toq olur. Toxlu da biz deyərik, bunu işlədirik. Ehtimalən buradan tətlu və toq. Toq yəni pota, yoğun olur. Və ondan alçaq 100 qumsaldır. Ya boz qumsaldır. Baha və badam. Baha və badam və kiraz və qeysi və şəftalu, zərdalu, incir, ənar, zeytundan qeyri meyvə və əkin ikən iyi olmaz. Ondan əlhəq qızıl qumsaldır. Ondan alçaq qızıl qumsaldır. Qızıl ehtimalən rəngi qırmızı olacaqdır. Alçaq bağ və badam, amrud, zərdalu, ağçiləyi və bəndu. Bunların üstünəki xətt çəkibdir. Bunların hərəsi bir addır. Mən indi bu adları nə cür tapacağam bilmirəm. Pənbə ehtimalən olsun, ya bünyə və səməm iyi olur. Bu nə deməkdir? Səməm bilmirəm nədir. Ehtimalə bir ağaçdır. İyi olur. Amma üzüm xurdə və çəkirdəyi yürək və iri və qabı qalın və ləziz olur. Şöyle ki, hər topraqda qum qalib olsa, qabı nazik və kəndisi abdar olur. Ləziz və rəngin olmaz. Habi toprakta, bu nə mən olacaq? Toprakta olsa, ehtimalən hani toprakta olsa
Qayı qalın, qabı qalın və çəkirdeği iri olur. Amma qəpəlü yerdə olsa, qəpəlu qapalı həman ehtimalın üstü örtülü. Amma qəpəlu yerdə olsa, ondan artıq ləzzət bulur. Bulur ikən abdar olmaz və məlum ola ki, bir yerdə bağ və meyvə və dikilmək murad olunsa, necə olur? Tikilmək gərək qaidəsi o oldur ki, əvvəl bir zari miqdari qazılıb, bəd dibindən bir parə topraq alıb, şişəyə və ya bir sərcəllü qab qoyub, bir serçəlü qab qoyub, üzərinə yağmur suyu dökələr. Bir gün və bir gecə törə, ondan sonra incə bezdən süzüb suyunu içələr. Ləziz olub çirkin rayihəsi olmazsa, üzüm və meyvə irad olur və durmağa dolur. Görürsünüz ki, çox təxəssüsü bir kitabda əkinçilik haqqındadır. Çox da faydası olar əkinçilərə olarmış. İndi əcəba belə bir şeylər inanmıram. İndi azmayışgahlar zadlar vardı, amma hər halda bir zaman bunlar gəliblər, yol tapıblar. Hansı torpaq yaxçıdır, orada nə bitər filan, bunları və bitirsə, meyvəsi nədir olar filan, onu burada danışıbdır. Görürsünüz ki, turunc, limon və ağca, qavun və mürəkkəb. Yəni bu səhifədə də bu cür çoxlu bir şeyləri danışır. Çox əla bir kitabdır. Yəni mən hər şeyə də fikirləşmişdim, amma da buna fikirləşməmişdim. Gələn bir əkinçilik haqqında, yerin hansı yerdə hansı meyvə yaxşı bitər, hansısı az bitər, hansısı çox bitər, onun haqqında gələ bir kitabla türk dilində qarşı-qarşıya duram. İnsafən ki, biz türk dünyasının heç bir ağac ki, yaxşı döksə, böd ayvar, böd buğday və arpa içində qaramuğu tamam un tutub kəmalün bulduqda kökü və sapın ilə qolu barub xəlqə edib sövda qılarlar ya bevda qılarlar. İndi bunlar nə deməkdir? Yəni bunlar çox təxəssüsü bir dildir. Mən bunları bilmirəm. Kitabın son səhifəsinə baxaq görək ki, burada bir oxumağımıza bir şey tapa bilirik. Burada ha zaman yazıbdır. Əlbəttə dedik ki, 1009-cu ildə yazıbdır. Bunu kitabdan tapıblar, yazıblar, biz də orada cəm edib üzərinə kirəç sürsə, ba ərpə içində hifz olunə, fərzən quvve-i nuzədə, sirçə cinaqıdə və şişədə hifz oluna. Sirçə cinaqı nə deməkdir? Ehtimalən bir dənə şeydir, bir alətdir. Hifz olunur. Əncirün tazəsi daxi sirçə qab içinə tazə turur. Yaxud sirçədən qaranus gibi nəsnə olur. Ana ərbədə qərrabə dərlər. Ərəbdə qərrabə dərlər. Onun içində bir-birinə toxunmamacıq qədər verib, ondan sonra dizin əncir üzərinə
yıbrağın qoya. Bəd üzərinə bir təbəqə daxi dizə. Hər təbəqəsin bu uslub üzərinə edə. Ağzına varınca ağzın möhkəm bağlıya. Hava çi girməyə. Hava girməyə. Tazə turur. Yəni durur. Əddə tamam kütüb fi şəhri Atinə 1009 burada yazıb tarixi. Şəhri Atinə. Atinə hangi ayda bilmirəm, amma Atinə ayında 1009-da yazıbdı. Hüseyn yazanın da adı budur. Hüseyn Həsən Xəsin Həsən Hüseyndir ya Həsən Xəsindir, belə bir adı var. Təhsin. Həsən Təhsin. Görək bunu geçərsək burada bir ayrı bir şey görsənməyə. Mührün içindən bir şey çıxar. Həsən Təhsin ya Təhsin Həsən. Beləsi bunun adı budur. Yazarın adını da burada qoyaq. Yazar Həsən Təhsin. Həsən Təhsin. Tamam, bunu da burada gördük. Meyvəni saxlamağın da hətta deyir ki, nə cür meyvəni saxlayın ki, qalsın. İndi məsələn qədim, indi buzxanalarda, saxlayıcıda saxlayırlar. Amma qədim bunu saxlamaq çox zor idi, meyvəni saxlamaq. Ona görə buna da bir nə cür harda saxlamaq olar, onu da üstündə işləyibdir. Burada da bir səhifədə bir şey yazıbdır. Bu səhifəni biraz çevirək, görək ki, bunu oxuya bilirik. Səbri soğuq həttaunə erir. Adəm olduğu heysiyyəti ilə lacərəm zindəyə yuşidə ya puşidə lazım mürdəyə labud kəfən. Adəm olduğu heysiyyətlə lacərəm zindəyə puşidə lazım mürdəyə labud kəfən. Bir dənə bir şeiridir. Adəm üçün Adəmdir. Bu cəhət buna görə ki, adam oğlu adamdır. Bunun dirisinin örtülməyi lazımdır, ölüsünə də kəfən. Belə bir şeir oxuyublar, deyiblər. Əlbəttə bunu biraz fırladaq, tazaşdan gəlsin. Ora görək ki, burada kitabın yerində obrisi çox pis oldu. Tamam. Bunu, buradan çıxaq eşiyə. Burada da bir sərnamə deyə bir şey yazıbdır. Əgər oxuya bilsək, çünki dedim bunun cöhəri bir cürdür ki, dağılıbdır. Elhamdülillahilləzi nurun fil mərifəti. Bunu biraz kiçildək. Bəlkə nəvvərə fil ərfətihi təhtəkumu və kullu eynun fil bunları oxuya bilmirəm. Çox qatışıqdır. Fərq beynəl mevti vəl fəraqi və kullu cinni mevtun indəl fəraq a'ni bihi. Əgər bu nar-ı məhəbbətdə həriq və bəhri qürbətdə qəriq münkəsirül bal əhvalindən bir şimzə zuhur gətirib əcəba bu diyarı qürbətdə keyfiyyət hali nə və cəhlə hali nə və cəhlə dərdlənür. Ey innəlləhə məəs-sabirin ayətinə etiqad edib fəsbiru səbrən cəmilə əmrinə imtisal edib leylən və nəharən ittisalən kiracütlərin təsəvvür etdikcə dini gümriyan ya deyən giryan sinə büryan din giryan sinə büryan olub güya ki həyatım məhv olmuş gibi olar yenaz imdi oların pəs imdi bu çərxi
ستمچارın qaidəsi cah ittisalə və cah infisal və cah iftiraqa bədəl qılmaq qanun əzəli və qaidə-i ləmyəzəlidir. Əldən nə gəlir? Həman əmrinə intisal etməkdən qeyriyə çarə yoxdur. Muradımız həmli yaran ba səfalər ilə salam ediyorum. Daha bir ayrısın. Sernam ya sername. Tehiyyat safiyat ke emsal lu'l المکنون و صحایف تسلیمات و العافیات اولئک یشهد المقربون که محض صفای محبت و عین رضای müvahhidden bais ve sadır olur. Qavafil əşvaq və rəvahil iştiyaq birlə mütəhəqqiq və mehdi qılındıqdan sonra zəmir-i münir ki mir'at cəhənnəmadır mahfi və puşidə buyurulmaya əgər əltaf əmin və əxlaq kərimə zuhur bulub مقدما مکتوب و دلگشا و مضمون منیگ فرح فزالری السار buyurulmuş الزق ساعاتده و ایمن اوقاتده وصول bulup آثار مطالعسی انوار müşahide birle tenahhüm olunup fehvasından akhbar selametiniz verudiyle hazine sürür. Tamam, söz bulur ya sürül bulur. Bir vecih ile beru vecih ile müstevli oldu ki قابل تحریر دگیلدür اما مقصود کلی حال müşahidi cemal cemilinizdür. Umiddir ki با خبر و سعادت و بالخبر و سعادت میر محلی وره بلطفه و کرمه و به عدول kurtardı burada. Bunlar ehtimalen namədirlər. Biri də yazıbdı. Bu da onlara cavab yazıbdı. Onları buraya sərnamə, yəni bir namə ki birinə yazırsınız, onun məşqidir. Sərnamə. Bunun üzüylə baxın namə yazın. Tamam. Bunlar da bir neçədə namədir. Baxaq görək ki, neçə namədir. Sərnamə 1, 2, 3, 4, 5, 6, bunlar kiçiklə 7, 8, 9, 10, 11. 11 dana sərnamə, yəni 11 dana nümunə. Qədim şah zamanı bu kitablar vardı, indi bilmirəm var ya yox İranda. Fikirləm ki, yoxdur indi, olmaz. Ondakı savadda, farsı savad aşağı idi, insanlar inşa, namə yazmaq başarmırdılar. İstirdim məsələn bir idarəyə namə yazsın, dadgaha namə yazsın, rəisi kələntəriyə namə yazsın, dədəsinə, oğluna, qardaşına, sərbaza, nə bilim, filan. Onların hərəsinə bir dana, ya bir, iki dana, üç dana nişanlı qız, məsələn nişanlı oğlan bir-birlərinə namə yazsınlar. Sevgililər bunlara çünki başarmırdılar, onlara bir namə mətni yazmışdı. Ki, məsələn, adı Məhəmməddir, qız, məsələn, oğlan sərbaz gedib, istəyir o sevdiği oğlana, nişanlısına bir məktub yazan. Onu qoyurdu qabağına, o ad oradan ki yazılmayıbdı, onun adın öz nişanlısının adını yazırdı. Sonra da onu yazırdı. İçində bəzi hər kəlmələri dəyişdirirdi, məsələn. Bu da sərnamə o deməkdir. Bunları da gördük və gedək bu axirdə görək bunu cavabı namə. Nar eşqimlə benim suzanə begzərsin xacə bənzərsin xanə
nar eşqimlə bənim sodanə bənzərsin xacə. Bəğri bəy yanmış aşığın nalanə bənzərsini xacə. Görürsünüz, məsələn bu bir dənə şeyə cavabdır. Dedim aşıqanə bir cavabdır, yazıbdır ona. Əlbəttə bu xətt ayrı adamdır. Bu o kitabı yazan deyil. Sonra da gəlir burada 108 ilə 36-nı cəm eləyibdir. Bir şey çıxıbdır. 144 çıxıbdır. Nədir? O deməkdir. Dərs. Burada bir dərs deyə elə bir davalara görə yazıbdır. Dər kütübü معجون مقوی در کتب معجون مقوی در کتب معجون مقوی müqrini padişahlar təcrübələrindəndir. Müqərrini padişahlar təcrübələrindəndir. Ənisun 10 dirəm. Ənisun nə deməkdir bilmirəm. Kərəfsi tuxmi ya nə mənə 10 dirəm. Raziyanə tuxmi 10 dirəm. Gülüğunçəsi 2 dirəm. Ədəd əfəndi nə deməkdir bilmirəm. 1 dirəm. Qərənfil 1 dirəm. Bəsyasa ya bəsbasa belə bir adı olacaqdır. 1 dirəm. Müstəlki 1 dirəm. Bunları nə edəcəksən? 3 ədviyyə miqdarı əla əsəl ilə 3 ədviyyə miqdarı əla əsəl ilə məcun edələr. Sabah yemək yemədən 2 misqal miqdarı iftar edələr. Bunu qatacaqlar balla 3 bərabər 3 ədviyyə miqdarı. Ədviyyə nə qədərdir? Dedik 10, 10, 10, yəni 30. 30, bu da 2, 3, 4, 5, 6. 36 dirhəm bu olsa, bu da olacaqdır 100, məsələn 112 ya 118 dirhəm də bal. Qatacaq bir-birinə, bunu deyir ki, səhər, axşam, səhər sübhanə eləmədən onu iftar eləyəcək. İftar yəni yeməkdə, bir şeyi başlamaq. Yenə bir ayrı dərs. Həbbi xas müqəvvi Sultan Səlim budur ki, zikr olunur. Bir dənə həb düzəldiblər. Həbbi xas. Bir həb düzəldiblər Sultan Səlim üçün. Onu deyir ki, Sultan Səlim yiyirmiş. Həbbi xas müqəvvi Sultan Səlim budur ki, zikr olunur. Nişəstə 5 dirəm. Ud hindi 5 dirəm. Qərənfil 4 dirəm. Cəvizi hindi 10 dirəm. Dar filfil Dar filfil 4 dirəm. Darcin etməli 6 dirəm. Huluncan 5 dirəm. Qaqulə kəbir 5 dirəm. Zəncəbil 2 dirəm. Şayət 4 dirəm. 4 dirəm. Şəkər 4 dirəm. Zəfəran 5 dirəm. Müski çərdəgi 2 dirəm. Zəmək ərəbi o da 2 dirəm. Kəbabə 5 dirəm. Cühərbar 5 dirəm. Əfyun 3 dirəm. Yəni bu da bir şeydir. İndi bunlar nə idi? Sonra Sultan Məhmuda bir dava düzəldiblər. Onu deyir ki, bunu tərkibi məcun Sultan Məhmud xan bexirlərindəndir. Təhrirlərindəndir. Bunu da o kitabdan götürüblər. Bunlar o şeydilər ki, bu zikr olunan əczacələri möhkəm ələkdən olan möhkəm ola gün ələkdən keçirib müskü zəfəran ilə az əzələr dəxi qaşıq
ergə ilə əzələr. Ondan sonra həbb edələr mücərrəbdür. Bunlar da davadırlar dediyim kimi. Adam bu şeyləri bilsə güc üçün yaxşı bir şeydir. Bəlğəm izaləsi üçün bunu istemal edələr. Bəlğəmi hər kəsin olsa, burada da onun üçün bir dava deyibdir onu. Tərkibi müski sabun, bu da sabun. Sabun 2 nəmənə. Qərənfil 3 dirəm. Məhləb 3 dirəm. Ya 30 dirəm. 3 dirəm olacaqdır. Bəlkə də 35 dirəmdir. Darçin 3 dirəm. Bənəfşə kökü 15 dirəm. Ladən 3 dirəm. Müski çərdəyi 3 dirəm. Miqdarınca gülab ilə bu yoğur elərəm. Tərkib mürəkkəb. Bu da bir ayrı bir şeydir. Qatırlar davadır. Bu qismətlərdə də dava yazıblar. Bunlardan da geçək və kitabın ey gönül bir can üçün hər canə minnət eyləmə. Ey gönül bir can, çox da gözəl xəttinə yazıblar. Ey gönül bir can üçün hər canə minnət eyləmə. Zişli dünya üçün sultana minnət eyləmə. İlahi fəzli lütfündən. Burada bir şey yazmışmış, ehtimalən ona şey. Burada aşağıda da Tacaşdan bir ayrı xəttdə bir şey yazıbdır. Qazi, Üsküdar qazisi olan Tursunzadə Əfəndi bəy 16 tarixində fot olmuşdur. 1207 tarixində Şabanın axirində yazmışdır. Bu tarix baqi oldu. O da o adam öləndə onun tarixini qoyub kitabına. Mən mühüm adam, əlbəttə ki mühüm adam imiş, amma bu adama nə əhəmiyyət varmış, orası bilmədim. Ehtimalən burada da yox. İstəyirəm bir başqa kitab açım, görüm ki Risale-i Nuriyyə, əgər çox yekə olmasa buna da bir baxarıq. 102 səhifədir. Bu da yine Princeton Üniversitesində qalıbdır. Bu birinci kitabı idi. İkinci kitabı da açaq. Bu bir. Bu da gedək. İkinci kitab. Burada yine Princeton Üniversite. Princeton. Tamam, bu kitabın da yine copyright'ı yoxdur. Və Kadizadə Məhməd Tahir. Kadizadə Məhməd Tahir 1774-1838-də şey olubdur. Bunu bir zərədə ərəblərində çalışıb yazıla. Ərəbcədə yəni şeylə də yaza, amma olmayıbdır. Two of the works are dated text 3 as dated 21 Mühərrəmi 1224-də yazılıbdır. Mühərrəmi 1224-də yazılıb ki, muadili 1809-dur. Yəni bu hududən 240 il zad olacaqdır. Burada 1447-dir. İndi ondan çıxsaq 1224-ü çıxsaq 223 il öncə bu kitabı yazıblar. Adı da kim oldu? Kadizadə Məhməd Tahir. Özünün də o yaşam tarixi buradadır. Text 4 is dated Şabani 1311 and was copied by Mehmed Nuri al-Qadiri
Yəni bu yazıbdır. Bu onu nüsxəbərdarlıq eləyibdi. Ki vakfı statement on filan. Tamam, buna özümüz bir baxaq görək ki, burada nələr var. Kitabı burada görürük. Kitabı açıblar, cildi açıblar. Cildi çift kimidir. İndi cildin için görürük. Bir də qapaq ki gələcək, o da düşə üstünə, onu görürük beləsi. Vəqfinaməni burada görürük. Gəlib baxarıq. Sonra bu birisi səhifədə yenə vəqfinamədir. Onu baxırıq. Məhəmməd Nuri 1304. Burada bu vəqfinaməni yazan adamdır. Sonra kitabın özü başlanır və burada yenə də bir vəqfinamə kimi bir şey var. Baxarıq görürük bu 1307 yazdığı nədir? Aşağıda yenə 3 dənə möhr var. Onları da gördük. Yəni bu səhifədə 3 dənə möhr var. Bir dənə də əlbəttə bu arxadakı möhr olacaqdır. Qeysaq arxaya, bəli, bu möhrün ki burada görürük. Sol səhifədə o üzdə arxası düşübdür bura. Kitab fotokopudur bu. Orada da işarə eləmişdi. Bu bir fotokopudur. Əsl kitabdan. Onun üçün tamam hər şeyin rəngi qərə düşübdür. Bəzi kəlmələrin altına ya üstünə başının üstünə xətt çəkmişlər. Onlar da qərə düşübdür. Rəhlər iki olmuşmuş çərçivədə güllər, nəqqaşi çəkmişlər. Onlar da qərə düşübdür. Hamısı o halda ki bu ehtimalən bir ayrı rəhdir. Burada bir cəlib bir şey görürük. Görürük kitabın qırağında bir haşiyə yazıblar. O haşiyənin özünü də çərçivəyə salıblar. Burada o əqqasın da əlin barmağını görürük. Əksi kitabı şey edir. Onu görürük ki bunu bir zərrə də kiçilsək daha yaxşı olar. Kitab burada yerləşdiyini səhifəyə 102 səhifədir, amma bu əslində 204 səhifəlik bir kitabdır. Əlbəttə deyək, əvvəldə cildindən 2 dənə səhifə vardı. O yəni özü 2 dənə orada gedir. Burada yenə görürük ki, qıraqda bir yazı vardı. Qıraq yazısı var. Hərdən lazım olanda çıxıb qıraqda bir şeylər yazıbdır. Kitabın 3 tərəfi boş qoyulubdur ki, hər kəsin zehninə bir fikri gəlsə, onu ələşdirsə filan, onu yazsın. Görürük də ki, bir çox səhifələrdə yazılıbdır. Hətta burada bir dairə çəkiblər, dairənin içində yazıblar. Çox cəlibdir. Bunu birinci dəfədir görürəm ki, nəqdi belə bir iş görürlər. Burada da bir nəfər yazıb, imzalayıb hətta. Bunu da əgər gəlsək, yetişsək, oxuyarıq, görürük ki, bu kitab nədir? Çox cəlib bir kitabdır. Mən bilsəydim, bu cəliblikdə bir kitabla üzbəyiz oluruq. Risale-i Nur. Bunu qoyardım, sabahları görərdim. Bir ömür olanda, ömür olsa əlbəttə. Allah Təbarəkə və Teala bir ömür qismət eləsə, bunu oxuyardıq. Amma indi ki, aşmışıq. Burada bunun birinci bölümü qurtarır. 62-ci səhifədə, yəni 124-cü səhifədə kitabın birinci bölümü qurtarır. Gələndə buna baxsaq, ikinci bölümdə elə arxası səhifəsində başlayır. Bunun əlbəttə orada yazıların həm çərçivəsi, həm yazılar kağızın az yerini tutmuşdu. Ortada bir cıqqılı yer tutmuşdu. Burada onu yekəldiblər. Həm yazının qabı da elə uzundur dahi ora görə. Bir şey geçmədi. 3 səhifə geçdi. Yəni 4 səhifəlik yazıdan sonra bir ayrı yazı başladı. Bunun yazısı daha çox gözəl, amma haşiyəsində də bir dünya yazı var. Və əcəba bu nə deməkdir? Sonra da gözəl pərkarla dairələr çəkiblər. Dairənin içində və hətta o çərçivə çəkib, o çərçivəni də cırıbdır. Dairə çox gözəl bir işlər görüblər. Nədir bunlar? Öyrənmək lazımdır. Yenə də bu burada 1229-cu ildə qutarıb bu. Yəni kitabı yazıblar, bu tarixdə qutarıbdır. Yenə bir səhifə boşdur və bir ayrı Risale-i Sirr-i Dövran adında bir bölüm başdır. Bunun da haşiyəsi, mətləbi o birisindən daha çoxdur. Sonra da haşiyəsi də çoxdur. Və bir-iki səhifə düz yazıb sətirləri, sonra sətirləri aşağıdan üstə yazıbdır. Müvərrəb yazıbdır. Yenə o birisi səhifədə düzəldib əlbəttə. Haşiyəsi də çox bir böyük haşiyəsi vardı. Bu birisi səhifədə o cüzdə əl yazıdır. Çox gözəl bir əl yazıdılar. İnsafən. Allah səlamət eləsin. Mənim bir yaxçı əmoğlum var, böyük qardaşım.
onun da əl yazısı bu cür gözəldir. Yəni bu indi onun əl yazısı. Bunu gördüm, onun əl yazısı yadıma düşdü. Çox gözəl bir əl yazısı var. Burada da bu bölümə də tarix vurdu 1162 şeydir. Yazıbdı və sonra da yazıb 1311. Bunlar nə deməkdir bu vəziyyətlər? Bunlar da bir məsələdir. Sonra yenə bir ayrı dəftər başlanır. Kitab-ı Dəlil-i Bidla və Dəftər Aşiqan و سیر عارفان و خیال نادان و دلگشای طالبان تألیف Qeyğusuz Əbdal Sultan. Qeyğusuz Əbdal Sultan yazıb bunu. Bu da dahi biraz kadrı kiçikdir, yəni çərçivəsi kiçikdir, mətləbi azdır, amma sətirlər bir-birinə şeydir. Biraz da xətti kiçikdir, yəni bəlkə onlardan çox yazıb, amma çünki kiçik yazıbdır. Çox aşkar yazıbdır və ayə kimi yazıbdır. Hər şey çox bu gözəl kitabdır. Mən fikirəm bu kitab qalsın, sabah oxuyaq, heyifdir bunu. Çünki bunun çox gözəl yazıları vardı və oxumalıdır. Burada yenə bu qutarır və taza bir ayrı mətləb başlanır. Bismillahirrahmanirrahim ilə. Bunun da yenə haşiyəsi yazıdır və bu da yenə tez qutarır. Duayı dəf'i ələmi səbyan. Ələmüs səbyan. Bu da uşaqların duası üçündür, ağrılarının getməsi üçündür. Və kitab qutarır. Görün birdən sonra bir kiçik kitab olsa Divan-ı İnci xanım. Bu da əlbəttə xanımların divanını gərək həttəmən oxuyaq. Bu da bir şairdir. O türkisi ilə burada görün Divan-ı Rəcai. Divan-ı Rəcai deyə bunun adını qoyublar. Kitabın bir şeyinə baxırıq. Bu kitab 238 səhifədir və hər səhifədə də bir danasını görürük. Yəni düzdür elə 238 səhifəlik bir kitabdır. Bu divan da qalsın. Tamam, beləliklə bir iş görək. Heyifdir bu kitablar. Xərab eləməyim, çünki yekədirlər və mətləbləri çox fərqlidir. Bunu yarın oxumağa çalışarıq. Allaha şükür edirəm ki, bu günləri Türk dünyasında əkinçilik və yer, əkinçiliklə ilgili yerin üstündə meyvə, əkinçilik və ha belə hasılı saxlamaq, meyvəni barı saxlamaq, zumarı saxlamaq haqqında bir elmi yanaşma ilə üzbəyüzük. Mümkündür ki, Türk insanının yaratdığı minlər ilin təcrübəsinin o tarixdə sonucu ola. Ya da bu adam özü bir elmi işlər görmüş olubdu. Onu oradan görə də Padişah Alicənab o zaman bu adamı Ədirnədə saxladıb və buna deyib ki, mənə bu haqda bir yer haqqında və əkin haqqında sənin təxəssüsündür. Mənə bir kitab yaz ki, dərbarımda qalsın, insanlarımıza bunu öyrədək. Və çox əla bir kitab, əkinçilik haqqında. Sevdim. Allahdan istəyirəm ki, ömür qismət eləsə, qismət eləsin. Bu günləri bir şey gördüm. Bir ərəbi programa baxırdım. Orada Hindistan haqqında, İslam Hindistan haqqında bəhs edirdi. O adam ki, televizyonda danışır bunu 100 bərnamədə İslam tarixi, müsəlmanlar tarixi haqqında danışır. O deyir ki, Hindistandan bizim o qədər xəbərimiz yoxdur. Bundan belə ki, ora 800 il müsəlmanlar oranı idarə ediblər, müsəlmanların əlində olubdu və orada böyük bir əzəmətli inqilab olubdu. İslam buna baxmayın, bu günləri bu vəzə salıblar. Çünki İslam indi sümürgə altındadır. İslam və müsəlmanlar və müsəlmanların torpaqları və əqilləri bu günləri sümürgə altındadır. İşğal, hətta sümürgə də yox, işğal altındadır. Əvvəl işğal oldular, indi sümürülür də. İşğal edən başlayıblar, sümürür, əqlin faydasını aparır, düşüncə, iş gücünün faydasını aparır, yerdən olan qaynaqların faydasını aparır. Sümürmək bu mərhələsidir. Amma əvvəl işğal eləyibdir. Əvvəl beynimizi işğal eləyib, sonra da sümürür beynimizi, gücümüzü, yaradıcılığımızı,
Hamısını sömürür, aparır. Bunun üçün indi İslam və müsəlmanlar işğal altında və sömürcə mərhələsindədirlər. Sömürcə olunmuş mərhələdədirlər, haldadırlar, qatdadılar. Hər halda İslam bir mərhələdə hər yerə gedibdi, orada bir təməddün açıbdı. Təməddünü nədə görürük biz? Təməddünü məsələn insanın yaratdığı, əsrdə yaratdığı imkanlarda görürük. Məsələn, Burj Eiffel bir neçə, əlbəttə indi yox, Burj Eiffel indi iddialıya qalmış bir şeydir. Amma məsələn 100 il bundan qabaq hər zaman ki onu düzəldiblər, ya neçə 100 il bundan qabaq bilmirəm, indi 120 ildir, 150 ildir. Hər neçə ildir. O zaman ki yaratdılar, o zaman o elmin əla gücü, yəni biz bu güclüyük deyə, çox güclüyük deyə onu düzəltmişlər. Amerikada məsələn New York deyə şəhər uca saxtamanlar düzəltmişlər, o onun əlamətidir. Sonra təyyarələr filanlar, bəhmanlar, bunlar və muşəklər, qarıpeymalar filanlar, gəmilər, bunlar o gücü idi. İslam olan zamanda siz görürsünüz ki, məsələn İstanbulda əcib məscidlər var, parkları var, kaxları var. Bunlar o memarlıq gücünün, yəni o təməddünün yaradıcı gücüdür. Görünən gücüdür. Körpülər, ixtiralar, iktişaraflar ki, onun altında o məscid düzəlib, ya o ev düzəlib, o kax düzəlibdir. Bu, yəni sadə bir ev deyil o əslində. O bir təməddünün, ya məsələn Tac Məhəl Hindistanda sadə bir məscid deyil. Elə bu günlərdə dünyanın gözü oradadır. Onun o mühəndisliğində, o memarlığında, o zərafətində ki ona işlənibdir, o indi də hələ təəccüb məsələsidir. İslam hər yerə gedibdi, müsəlmanlar yaradıcılıqla məşhur olublar. Hər yerə gediblər. Və bu adam deyir ki, ərəbcə danışır, deyir ki, biz Avropada, indi o şeyin, şəhrin, məmləkətin adı yadımdan çıxdı ki, İspaniya işğal elədi. Deyir ki, oranı bilirik, amma şərqi şeyi bilmirik. Ey Allah, mənim zehnimdən niyə çıxdı bu? Calibdir, oradan çıxan adamların da adı yadımdan indi çıxdı bir ləhzədə. Hər halda deyir ki, Hindistan da ona tayidir. Yadıma düşər. Və orada deyir ki, niyə biz bilmirik, çox tanınmır bizə? Çünki orada İslam dili farscadır. Fars olduğuna görə ərəb dünyası və İslam dünyası baş tapırlar orada nə var. Mən bunu ilə orada vurdum, durdu. Getdim, bu şeyi açdım, ChatGPT-ni açdım və orada ChatGPT-yə dedim ki, lütfən mənə de görək ki, hardadır bu üstdə telefonumdadır əlbəttə o. Bura gəlməyib. Nədən isə bu iki dana bir-birinə bağlı deyil. Dedim ki, buradadır. Buradadır, baxın. İngiliscə bundan danışırıq. Deyirəm ki, manuscript books, handwritten books in India, what they call it Hindustan. Çünki India deyəndə Amerikada da bu şeyə deyirlər, ona görə Hindustan demişəm. Is in Arabic and in Turkish in last 900 years. Keçən 900 ildə bu şeyi də işğal olandan bu üzərini də alıram onun üçün. Görək ki, nə mən oldu. Could you give me an estimate of those handwritten books? Bu da mənə deyir ki, Arabic language handwritten manuscripts in India last 900 years likely on the order of 60.000 ilə 160.000 arasında copies. Deyir ki, bunu da nə mənə best single figure mid estimate. Deyir ki, ortalama desək ki, əqlimizə də cür gələ ortada şey olsun.
100 min dana ərəbcə Hindistanda ərəb əlifbası ilə yazılan kitab var. Aşağısı 60, yuxarısı 160 min. 60 mindən 160 min arasında. Deyir ki, Turkish language handwritten example Turkic Osman şeyinə manuscript in India likely in the low thousands, roughly 1000 ilə 8000 arasında deyir ki, Türkçə kitab Hindistanda ola bilər. Best mid estimate 3000 ilə 4000 arasında deyir. Yap belə şey budur ki, aşağısı 1000-dir, yuxarısı 8000-dir, orta desək 3000 ilə 4000 arasında deyir kitab vardır. Sonra bunları açıqlayır və gəlir və mən də ondan istəyirəm ki, bunları mənə hansısı download ola bilər, onları mənə göstərsin. Mən sonrasında indi bunu istəyirəm ki, görüm, burada yazım elə. Çünki hələ ora yetişmədim. Burada deyir ki, kollən deyəndə ərəb tamamilə o kitabları ki, ordudur, farsıdır, türküdür, Osman türkçəsi deyir özü də, bu dilləri